Bəli, bugün və sabah iki mövlud ardıcıldır. İmam Kazım əleyhissalam 7-ci imamımızın mövludu, düzdür, İmam Kazım əleyhissalamın mövludu digər bir tarixdə də qeyd olunur. Təqvimdə bu tarix də var, başqa bir tarix də var. Hər bir halda İmam Kazım əleyhissalamın mövludu və 10-cu imamımız İmam Hadi əleyhissalamın, İmam Əli Yənnəqi əleyhissalamın mövlud günləridir. Allah Teala bu gözəl mövlud günlərini bizlərə mübarək eləsin inşallah. Amin. Allah Teala bizləri bu iki məsum imamlardan və digərlərindən dünya və axirət ayrı salmasın inşallah. Amin. İki kəlmə barədə istəyirəm danışam bir qədər. Bu iki kəlmə bir-birinə nə qədər oxşar olsa da, biri arzu olunan bir sifətdir ki, insanda olsa, insan onu əldə edə bilsə, dünya və axirəti abad olar. İkincisi, arzu olunmayan bir xüsusiyyətdir ki, insan gərək o cürünə bir şəxs olmaqdan uzaq olsun. Mərhum və məhrum. Bəzən insan mərhum olar, yəni rəhm olunmuş olar. Hər hansı bir işdə Allah Teala ona mərhəmət edər. Ona qismət olar, ona nəsib olar. Bir də məhrum deyilən bir şey var. Yəni məhrum olar. Əldən verər. Vaxtı keçər, bir də görər ki, o bir daha geri qayıtmaz. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrindən birinə Cabir ibn Abdullah Ənsariyə bir dua öyrədir. Bu dua çox yaxşı duadır. Başqa imamlarımızın dilindən də ola bilsin deyilir. Buyurur ki, Peyğəmbər Cabirə belə dua elə. Allahümmə cealni mərhumən və la tec'alni məhrumən. İlahi, bizi rəhm olunmuşlardan qərar ver. Məhrum olanlardan qərar vermə. Rəhm olunmuş və məhrum olan. Bir insan Allahın rəhməti ona şamil olsa, bu nə olar? Mərhum olar. İstər bu dünyada, dünyasını dəyişəndən sonra da deyərlər ki, Allah filan kəsə rəhmət eləsin. Bir də var ki, insan məhrum olar o işdən. İnsanı məhrum edən, yəni o şey ki, ona qismət olmur, ona çata bilmir, bu səbəblər nədir? Bir neçə səbəb deyərəm inşallah. Birincisi budur ki, insan fürsəti əldən verər. Bəzən insan üçün elə həyatda fürsətlər yaranır ki, bir anlıq əgər o fürsəti əldən versən, məhrum olursan, daha bir də geri qayıtmır. Bu, ibadət, mənəviyyat işləri də ola bilər, dünya, ticarət və digər işlər də ola bilər. Ki, insan bəzən görərsən ki, fürsəti əldən verər, görərsən ki, filan ibadətdən məhrum oldu. Filan məclisdən məhrum oldu. Filan savabdan məhrum oldu. Biri həcc ziyarətinə dua edir Allahdan ki, Allah mənə həcc ziyarəti qismət eləsin və gedim Müzdəlifədə məşər deyilən bir yer var. Məşərdə Allah qismət eləsin, oranı dua eləyim, orada dua eləyim özüm üçün, zikr eləyim, Allahı zikr eləyim. Məşərdə Müzdəlifə deyilən bir yerdir. Hacılar bilirlər, Allah Teala getməyənlərə qismət eləsin. Ərafatdan çıxandan sonra gəlib həmən yerdə çox az bir müddət var orada. Sübh namazından, sübh azanından gün çıxana qədər orada dayanmalısan. Bu insanın arzusu idi ki, orada dua eləyə. Gəldi ora çatandan sonra sübh namazını qıldı, yuxu tutdu bunu. Yatdı, bir də gördü ki, gün çıxıb. Bir zikr etməyə belə fürsət olmadı. Düzdür, o yerdə sadəcə dayanmaq vacibdir. Zikr eləmək, dua eləmək vacib deyil. Yəni, insan orada dayananda, o yerdə olanda yatsa da həcci batil deyil. Amma dua eləmək başqa şeydir. Bir anlıq yuxu nə oldu? Onu o işdən məhrum etdi. O baxımdan insan gərək
o yaranan fürsətlərdən gərək yaxşı istifadə etsin ki, məhrum olmasın. İmam Hüseyn əleyhissalam Kərbalaya gedərkən bir çox insanlarla rastlaşır, bir çox insanlarla söhbət eləyir. Hər rastlaşdığı insanları da ki, onları layiq bilir, Kərbalaya dəvət eləsin, özü ilə getməyə dəvət eləsin, dəvət eləyir onları. Həmən o səfərdə mərhum olanlar da oldu, yəni onlara qismət olanlar da oldu, məhrum olanlar da oldu. Tirimmah adında bir şəxs var idi. Bu Tirimmahın tarixi uzundur, mömin şəxslərdən, müttəqi şəxslərdən olub. Həzrəti Əli əleyhissalamla birlikdə olarkən müvəffəq şəxslərdən olub, təqvalı idi, hətta döyüşlərdə iştirak eləmişdi. Həzrəti Əli əleyhissalam ona ki, məktub vermişdi, Muaviyyəyə göndərsin. Muaviyyənin yanına gedəndə də o Muaviyyənin qabağında əyilmədi. Qissəsi uzundur, Muaviyyə ilə onun arasında nə baş verib, onunla işim yoxdur. Yəni, demək istədiyim budur ki, keçmişi müvəffəq və parlaq insanlardan olub. Həzrət Əli əleyhissalamın yanında yaxşı insanlardan olub. Amma Kərbalaya gedəndə İmam Hüseyn əleyhissalam onunla rastlaşdı və dedi ki, mənlə gəl. Bir anlıq fürsəti orada əldən verdi. Yəni, bilərəkdən eləmədi. Bəzi insanlar görürsən, bəhanə ilə İmam Hüseyn əleyhissalamdan uzaqlaşırdılar. Bəzi insanlar bəhanə ilə bir işdən uzaqlaşar ki, o işi görmək istəmir. Tirimmah elə insanlardan deyildi ki, bəhanə gətirsin. Sadəcə biraz səhlənkarlıq elədi. Dedi ki, ya imam, Küfədə biraz işim var. Gedim, qayıdıb gəlib sənə çataram. İmamdan ayrıldı, Küfəyə getdi, işini gördü, başı elə qarışdı, gəldi Kərbalaya çatdı, gördü ki, İmam Hüseyn əleyhissalam şəhid olub. Yəni, eləyə bilərdi ki, o fürsəti dəyərləndirsin, bugün kimlərdən olardı? Kərbala şəhidləri ilə olardı. Bugün Tirimmah da dünyasını dəyişib, Kərbala şəhidlərinin də dünyasını dəyişiblər. Amma Kərbala şəhidləri hara? Bu hara? Aydındır. Bir anlıq fürsət insanı neyniyir? İnsanı məhrum edir. O baxımdan insan gərək yaranan fürsəti elə istifadə etsin ki, o məhrum olanlardan olmasın. Həzrət Əli əleyhissalam hədislərin birində gözəl buyurur. Buyurur ki, əgər üzünüzə bir xeyir qapısı açılıbsa, tez keçin. Gözləmə. Əgər xeyir qapısı açılıbsa, görürsən ki, bu xeyir qapısıdır, tez keç ki, şeytan əlindən tutacaq, səni qoymaz. Deyir, sədəqə verməkdə, hədislərdə də var, infaq etməkdə, sədəqə verməkdə, deyir, əlini cibinə saldınsa, tez çıxart, ver ki, şeytan əlvi tutacaq. Bir də görərsən ki, əlvi cibindən çıxara bilmirsən. 3 dənə şeyi həmişə deyirlər ki, sədəqə verməkdə bunlara riayət eləsəz, məhrum olmazsınız. Savabdan məhrum olmazsınız. Birinci budur ki, hədis deyir ki, tez ver. Birinci nədir? Hədis deyir ki, ver, tez ver özü də, gecikmə. İkinci, deyir, gizlin ver. Üçüncü, deyir, verdiyini kiçik bil. Baxın, Əhl-i Beyt əleyhissalam o ki, 3 gün iftarlarını, yeməklərini fəqirə, miskinə, yetimə verdilər. O vaxt nə kamera var idi, nə sosial şəbəkə var idi, nə bir televiziya vardı ki, bunları göstərsinlər. Və həmçinin də özləri də elə insanlardan deyildi ki, çıxsınlar, elan versinlər ki, biz bu işi görmüşük. O evin içində, həmən dövrdə, yəni ki, o sosial şəbəkənin olmadığı bir dövrdə, televiziya və telefonun olmadığı bir dövrdə Allah Teala o gizlin verən işi elə aşkar elədi ki, ta qiyamətə qədər Quran oxuyursan, İnsan surəsinin əvvəl ayələri nədən danışır? Əhl-i Beytin 3 gün öz yeməklərini verməsindən danışır. İnsanlar oxuyurlar, təfsir edirlər, təbliğ edirlər, ibrət götürürlər, nümunə alırlar. Niyə? Çünki verməkdə gecikmədilər. Bir, verdiklərini gizlin verdilər. 2, və verdiklərini kiçik bildilər. Böyük bir iş görmələrini demədilər. Biz böyük bir iş görmüşük, yeməyimiz, özümüz ac qaldıq, yeməyimizi verdik. Nə olsun vermirsən? Allah sənə vermişdi, sən də verdin.
Həzrəti Əli əleyhissalam o rüku halında da başqa orada variant yox idi ki, namazını pozsun, getsin, evdən pul gətirsin, kasıba versin. Barmağında bir dənə üzüyü var idi. Verdi fəqirə. O üzüyün də qiyməti deyək ki, çox baha idi. Allah ayə nazil elədi, ona görə yox. Həzrəti əleyhissalam onu kiçik bir şey bildi. Əlindən o gəlirdi deyə o rüku halında onu verdi. Orada da bir kamera qoymamışlar ki, Əli əleyhissalamı çəkələr, göstərələr ki, Əli əleyhissalam belə bir iş gördü. Amma Allah neynədi? Allah onun barəsində ayə nazil elədi və ta qiyamətə qədər insanlar o ayəni oxuyub ibrət alırlar. Niyə? Çünki tez verdi. Gözləmədi ki, hə, fəqirdir də gəlib namazımı qutarım, inşallah gedib verərəm də, nə tələsik deyə. İnsan belə deyər də, bəzən, aleykümselam, özümüz olsaq bu cür nə deyərik də, namazımızı qılaq, ibadətimizi eləyək, ondan sonra nə eləyək? Ondan sonra gedib sədəqəmizi verərik. Həzrət Əleyhisselam tez verdi, gecikmədi. Gizlin verdi, 2, və nə elədi? Verdiyini böyük bilmədi, kiçik bildi. Bu birinci xüsusiyyətdir ki, insan buna riayət eləsə, yəni fürsəti dəyərləndirsə, əldən verməsə, məhrum insanlardan olmaz. Kimlərdən olar? Mərhum insanlardan olar. Yəni rəhm olunmuşlardan olar. İkinci xüsusiyyət ki, insanı məhrum edər həmişə savabdan, bu hərislik xüsusiyyətidir. İnsan bir şeyə, xüsusən də dünya malına, var dövlətə həris olsa, insan məhrum olar. Baxın, rəvayətlərimizdə çox var. Sələbə Ənsari var idi. Həzrəti Peyğəmbərin dövründə yaşayan bir insan idi. Bunları rəvayətlərlə ona görə qeyd edirəm ki, rəvayətlər yaxşı yadda qalır və insan bu hadisələrdən ibrət alır. Tarixi hadisələrdir. Həzrəti Peyğəmbərin yanına gəldi, özü də möminsiliyi də var idi, namazda birinci sırada durardı, həmişə məsciddə, məclislərdə iştirak eləyərdi və Peyğəmbərdən bir dənə istəyi vardı. Həmişə gələrdi, deyərdi ki, ya Peyğəmbər, dua elə mənə Allah Taala böyük var dövlət versin. Yaxşı, normal da, yəni, orta səviyyədə yaşayırdı. Peyğəmbər dedi ki, sən nə edirsən axı böyük var dövləti? Normal yaşayışın vardı. Deyir, yox, mən istəyirəm ki, Allah mənə çoxlu var dövlət versin və Allah yolunda mən çoxlu ehsanlar eləyim. Peyğəmbər də bilirdi, axı, bunun tutumu, zərfiyyəti bu deyil. Allah ona versə, yolunu azacaq. Ona görə Peyğəmbər eləmirdi. İsrarla Peyğəmbərdən istədi, Peyğəmbər də ibrət olsun, nümunə olsun deyə onun üçün dua elədi və Allah da ona böyük var dövlət verdi. Mal, qara, qoyun, quzu, Allah bir dənə bərəkət verdi onun var dövlətinə. Da Sələbə Ənsari yoxdur, bir gün yoxdur, 2 gün yoxdur. Nəhayət bir gün gəldi, çıxdı, ya Peyğəmbər, mən birinci sırada namaz qılırdım, indi işim o qədərdir ki, İnan ki, çatdıra bilmirəm. Peyğəmbər bilirdim də bu cür nə olacaq. Nəysə, bir gün gəldi, Peyğəmbərə dəydi, o gedən də getdi, daha gəlmədi. Allah zəkat ayəsi nazil elədi. Peyğəmbər yaşadığı dövrdə 23 il ərzində yavaş-yavaş nazil olub da ayələr, hökmlər birdən-birə nazil olmayıb. Allah zəkat ayəsini nazil elədi və zəkat vacib oldu, Peyğəmbər adam göndərdi, dedi ki, gedin Sələbəyə, deyin ki, zəkatın, malının zəkatını versin. Gəldilər, dedilər, dedi ki, nə zəkat? Bu da hardan çıxdı? İndi zəkat da verək. Bəzi insanlar bu cür nə idi də, hökm nazil olan dedi ki, filan şey dediyin elədik, filan şey dedin elədik, indi bunu da eləyək. Bu cür nə başa düşürlər. Zəkatı da vermədi, boyun qaçırdı Allahın hökmündən, ondan da məhrum oldu, namazdan da məhrum oldu, məclisdən də, Peyğəmbərdən də məhrum oldu. Allah Tövbə surəsində ibrət olsun deyə onun üçün ayə nazil elədi. Düzdür, ayə ümumidir, hər kəsə aiddir. Ta qiyamətə qədər bu cür insanlar olarsa onlara aiddir. Amma ayələr bəzən hansısa bir hadisə baş verib, ona görə nazil olub. Sonra da o hadisə məşhurlaşıb bir ibrət olub da insanlar üçün. Tövbə surəsi 75-76-cı ayədə Allah Taala həmən bu hadisədən danışır. Deyir ki, وَمِنْهُمْ مَنْ عَاهَدَ اللّٰهِ Bəzi insanlar and içdilər ki, Allah bizə çoxlu var dövlət versə, biz nə edərik? Ehsan edərik. وَمِنْهُمْ مَنْ عَاهَدَ اللّٰهِ لَاِنْ آتَانَا مِنْ فَضْلِهِ Allah öz fəzilətindən bizə versə, لَنَسَّدَّقَنَّ Sədəqə verərik, hökmən sədəqə verərik. وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ Nə demişdi Sələbə Peyğəmbərə? Demişdi ki, Allah mənə var dövlət versə, sədəqə verərəm və mömin şəxs olaram.
nə sədəqə verdi, nə mömin şəxs oldu. Allah da buyurdu ki, fələmmə atahum min fadlihi, elə ki Allah Taala onlara var dövləti verdi, bəxilu bihi və təvəlləv və hum mu'ridun. Paxıl oldular və Allahın göndərdiyi zəkat ayəsindən üz döndərdilər. Peyğəmbərin əmrindən çıxdılar. Üz döndərdilər Peyğəmbərdən. Bu, məhrumiyyətin səbəbi, hərisliyin səbəbidir. O qədər həris idi ki, Allah Taala bu hərisliyə görə onu bu işdən, savabdan məhrum etdi. Öz-özünü məhrum etdi. Təbii ki, Allah etmədi, öz əməllərinin nəticəsi idi. Biri gəldi İmam Sadiq əleyhissalamın yanına, dedi, İmam, mən istəyirəm ticarət səfərinə gedim, nə məsləhət görsən? İmam dedi, məsləhət deyil. İmama qulaq asmadı, durdu, getdi ticarət səfərinə, yaxşı da ticarət elədi, yaxşı gəlir əldə elədi, qayıtdı, gəldi, dedilər ki, bəs sən ticarətdən necə qayıtdın? Dedi, yaxşı. Dedi, bəs imam sənə demişdik, bəs bu ticarət, bu səfər uğurlu deyil, getmə. Sən getdin, var dövlət də qazandın, deyir, hə. Deyir, yox, burada nəsə var. Bəs namaz necə? Deyir, mən həmən səfərdə sübh namazını qəzaya verdim. Deyir, bax, imam bunu deyirdi ya. İmam buna görə deyirdi ki, getmə o səfərə. Baxmayaraq ki, var dövlət qazanmışsan, amma namazı qəzaya vermirsən. Məhrum olmusan. Həris idi. İmamın sözünə qulaq asmadı. Öz hərisliyini elədi, amma neynədi? Savabdan məhrum oldu. Üçüncü xüsusiyyət ki, insanı məhrum edər, paxıllıq xüsusiyyətidir. Bir insan paxıl olarsa, çox şeylərdən məhrum olar. Hətta savabdan bir də görərsən ki, axirətdən də məhrum olar. İnfaq etməkdə insan paxıl olsa, Allahın ona verdiyindən Allah yolunda verməkdə paxıllıq etsə, insan məhrum olar. İndi deyərlər ki, məsələn, bu infaq etmək, axı namaz var, oruc var, ibadət var, həc var, nə qədər əməllər var. Bu təkcə bu infaq nə olan şeydir ki, yəni Allah yolunda nəsə vermək nə olan şeydir ki, bu qədər insanı məhrum edir. Baxaq Qurani Kərimə. Qardaşlar üçün müəyyən o təfsir dərslərimizdə danışmışıq. Bəqərə surəsinin əvvəl ayələri 3 xüsusiyyətdən danışır və deyir ki, bu təqvalıların xüsusiyyətidir. Birinci xüsusiyyət Bəqərə surəsinin əvvəl ayələridir. Birinci xüsusiyyət qeybə iman gətirməkdir. Aşkara iman gətirməyə nə var ki? Hər şeyi görürsənsə ona iman gətirirsən. Amma Allah Taala bəzi şeyləri deyirsən, onu görmürsən. Cənnət deyir, görmürsən. Cəhənnəm deyir, görmürsən. Mələk deyir, görmürsən. Bugün biz Peyğəmbəri görmürük. Allahı ümumiyyətlə biz görmürük. Bunlar hamısı qeybdir. Qeybə iman gətirmək qəlb imanı istəyir. Göz imanı yox. Göz imanı budur ki, hər şeyi görürəm, inanıram da, bilirəm ki, bu var. Amma bir şeyi ki, Allah deyir ki, var, sən daha deməyəsən, o Musa Peyğəmbərə necə dedilər ki, Allahı biz görmürük yaxı, necə Allah var? Mələkləri nazil elələ görək. Sən kitab deyirsən, Allahın kitabı deyirsən, nazil elə bir kağız şəklində əlimizə dəysin, biz də inanaq. Yahudilər, Bəni İsrail Peyğəmbərdən bunu istəyirdilər, Musa Peyğəmbərdən. Qeybə imanları yox idi. Allah Bəqərə surəsinin ilk ayələrində deyir ki, təqvalıların birinci xüsusiyyəti qeybə iman gətirməkdir. Bir, ikinci xüsusiyyəti namaz qılmaq, namaz bərpa etmək, insanlara namaz təbliğ eləməkdir. Üçüncü xüsusiyyət nədir? Üçüncü xüsusiyyət Allahın sənə verdiyi ruzidən Allah yolunda vermək. وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ Allah yolunda infaq edir. Deməli, o qədər bu mühüm bir məsələdir ki, yəni insan paxıl olsa məhrum olar. Nədən məhrum olar? Təqvalı olmaqdan məhrum olar. Bəziləri dünyada olarkən vermir, dünyasını dəyişəndə vəsiyyət edir ki, mənim adımdan, mənim malımdan verərsiniz. Düzdür, bu da indi savaba biraz nail olur. Amma həyatda olarkən insanın özünün verməsi kimi deyil. İnsan dünyasını dəyişir, onun qəza namazlarını qılırlar. Yəni həyatda olarkən qılsaydı o yeri verir, verməz. Bunu nəyə bənzədirlər? Ona bənzədirlər ki, bir insan qaranlıqda gedir, qaranlıqda gedən insanın arxadan onun üçün bir çıraq tutublar, işıq salıblar. Bu ona o qədər də fayda verməz, onun yolunu o qədər də işıqlandırmaz. İnsan həyatda olarkən öz əməllərini yerinə yetirməsi ona bənzəyir ki, qarşıdan qaranlıqda özünə qabağına çıraq salıb, işıq salıb. Və bu işıq onun yolunu işıqlandırır.
Dünyasını dəyişəndən sonra bəziləri o qədər özlərini məhrum edirlər ki, deyir, yox, həyatda nə qədər varamsa, bu paxıllığın nəticəsidir. Həyatda nə qədər varımsa malımı əldə etməyin. Dünyasını dəyişəndən sonra ondan sonra istəyirsiniz Allah yolunda verərsiniz, istəyirsiniz hansı yolda verərsiniz, özünüz bilərsiniz. Bəziləri də qorxudan vermir ki, azalar. Bəziləri qorxudan vermir ki, azalar. Amma Allah Taala həqiqətən də insan Allah Quran ayələrini oxuyub ona iman gətirsə, insan həqiqətən çox Quran ayələri çox dəqiqdir və insanın imanı insanı həmişə yüksəldir, məhrum etməyə qoymur. Baxın, Allah Quran-ı Kərimdə Bəqərə surəsində 261-ci ayədə buyurur ki, "Məsəlul-ləzīnə yunfiquna amvalahum fi sabilillah." Allah yolunda verənin, var-dövlət xərcləyənin misalı nəyə bənzəyir? Kəməsəli habbətin. Bir buğda dənəsinə bənzəyir. Bir buğda dənəsinə bənzəyir. Ənbətət səbə sənabil. Onu əkərsən 7 sümbül çıxar. Bir buğda dənəsi nə qədər verdi? 7 sümbül. Səbə sənabil fi kulli sumbulətin mi'atu habbə. Hər sümbüldə də 100 dənə var. İndi 7 sümbüldə, hər sümbüldə 100 dənə, bu nə qədər eləyir? 700. Allah deyir ki, Allah yolunda versən, Allah sənə onu 700 qatını qaytarar. Və biraz təqvan çox olsa, imanın çox olsa, Allah deyir ki, "Vallahu yudaifu limen yasha." Allah deyir ki, biraz da onun üçün artıraram. Bu da nədir? Paxıl olmamağın nəticəsidir. İnsan paxıl olsa, bu bir o dənəni əlində sıxıb saxlasa 700 dənədən, buğda dənəsindən məhrum olar. Amma mərhum olmaq ikinci xüsusiyyət nə dedik? Dedik ki, bir insan mərhum ola, yəni rəhm olunan ola. Allah ona rəhm edə, Allahın rəhməti ona şamil ola. Bunun üçün də iki dənə xüsusiyyət deyəcəm inşallah. Birinci budur ki, Allahın sözündən çıxmamaq insanı mərhum edər. Yəni insana rəhm olunar. Bir insan ki Allahın sözündən çıxmaz, ona rəhm olunar. Şeytan nəyə görə məhrum oldu, lənətlənmiş oldu? Allahın sözündən çıxdı. Allahın sözünə əməl eləmədi. Allahın sözünə qulaq asmadı. Bir insan Allahın sözündən çıxmasa, Allah ona rəhm edər. Yox, Allahın sözündən çıxsa təbii ki, şeytanın sözünə qulaq asmış olar. Hədislərdə də var, buyurur ki, İrhəm turhəm. Sən əgər rəhm etsən, sənə də rəhm edərlər. Bir çox hədislərdə, yerlərdə, hədislərdə gəlib ki, sən rəhm etsən, sənə də rəhm olunacaq. Allah insana rəhm edir, insan da görə başqalarına rəhm etsin. Yox, sən əgər rəhm etmirsənsə, Allahdan rəhm gözləmə, mərhəmət gözləmə. Rəhm etməkdə Allahdan gərək insan nə etsin? İnsan gərək dərs alsın Allahdan, Peyğəmbərdən dərs alsın. Allah Taala bir peyğəmbər göndərdi, onun barəsində Quranda buyurur ki, "Və ma ərsəlnaka illə rəhmətən lil aləmin." Təkcə insanlara yox, bütün aləmlərə Allah Taala rəhmət göndərdi. Bu peyğəmbər bəşəriyyətin müəllimi deyil. İnsan rəhm etməkdə peyğəmbərdən dərs almalıdır. Allah Quran-ı Kərimdə 114 yerdə Bismillah ayəsini deyir. Hələ başqa yerlərdən danışmıram, amma başqa yerlərdə nə qədər Allah rəhmdən, mərhəmətdən danışır. Təkcə Bismillahı götürsək, 114 dənə Bismillah var Quran-ı Kərimdə. Hər Bismillahda da 2 dənə Rəhman və Rəhim sözü var. 228 yerdə hələ Bismillahda Allah Taala rəhimdən danışır. Bu Allah bu qədər mərhəmətlidir, rəhimlidir. İndi bir insan əgər mərhum olmaq istəyirsə, ki dünyasını dəyişəndə desinlər Allah ona rəhmət eləsin, gərək bu işdə Allahdan dərs alsın, ibrət götürsün. İnsanlar əgər bir-birinə rəhm edən olsalar, həm özləri mərhum olarlar, həm də cəmiyyət düzələr. Baxın, cəmiyyətdə nə qədər bir-birindən asılı olan insanlar var. Yəni asılı təbii mənada asılıdır ya. O mənada, o kobud şəkildə demirəm. Təbii mənada bəzi insanlar bir-birindən asılı. Biz həkimdən asılıyıq. Xəstələnirsən, mən həkim deyiləm, gərək həkimə gedəm. Biz müəllimdən asılıyıq. Dərs almaq istəyirəm, gərək müəllimə gedəm. Biz maşınımız xarab olanda neynəm? Kimdən? Ustadan asılıyıq. Aydındır.
Bunlar hamısı bir-birinə bağlı olan cəmiyyət bu cür nədir? İndi cəmiyyətin bu üzvləri bir-birinə rəhm edən olsalar, yəni qan içən, o zülm edən olmasalar, baltanı dibindən vurmasalar, cəmiyyət necə düzələr, necə gözəlləşər? O cür nə deyil? Cəmiyyət necə gözəlləşər və düzələr? Baxın, varlı kasıba rəhm etsə, nə qədər cəmiyyətə xeyir olar. Güclü zəifə rəhm etsə, cəmiyyət düzələr. Böyük kiçiyə rəhm etsə, ondan sonra satıcı alıcıya rəhm etsə, rəhbər işçilərinə rəhm etsə, valideyn övladlarına rəhm etsə, kişi evdə ailəsinə, övladlarına rəhm edən olsa, cəmiyyət düzələr də. Cəmiyyətdə başqa nə lazımdır ki? İnsanların arası bir-biri ilə düzələndən sonra onda bir mömin, salih bir cəmiyyət ortaya çıxacaq. Ondan sonra sən o cəmiyyətdən hər nə savab istəsən, hər nə istəsən gözləmək olar. Yoxsa bu əlaqələr əgər düzəlməyibsə, hamı bir-birindən istifadə etmək istəyir, satıcı alıcıdan, usta yanına gələn o insandan, həkim xəstədən, müəllim şagirddən, tələbədən, onda heç bir şey düzəlməyəcək. Hər kəs hər kəsə zülm gözü ilə baxacaq, hər kəs hər kəsə nə gözü ilə baxacaq ki, nə istifadə edim ondan. Rəhmət, mərhəmət budur ya. Allah Taala imamlarımızı bizlərə mərhəmət, rəhmət göndərib. Allah Taala peyğəmbəri bizlərə rəhmət göndərib. Bugün iki imamın mövludunu qeyd edirik. Bunlar rəhmət mənbəyi idilər. Əhl-i Beyt əleyhissalam rəhmət mənbəyi idi. Amma baxmayaraq ki, bu qədər rəhmət mənbəyi idilər, onlara nə qədər zülmlər olundu. Bugün İmam Kazım əleyhissalamın mövludu günüdür. Baxın, İmam Kazım əleyhissalam Harun ər-Rəşidin zindanında heç bir mərhəmət görmədi. Ta o həddə qədər ki, cənazəsi həmən zindandan çölə çıxdı. İnsan cismi cəhətdən nədənsə məhrum ola bilər. Amma mənəvi cəhətdən insan azaddır. İmam Kazım əleyhissalam nə qədər zindanda idi, çox gözəl şəkildə ibadətini də eləyirdi, mənəviyyatını da eləyirdi, Allahdan da rabitəsini saxlayırdı, insanlarla da rabitəsini saxlayırdı. Hətta bəzi imamlarımız barədə var ki, zindanda olanlar, hətta zindanbaşılar, zindana nəzarət eləyənlər də belə bəziləri onlardan ibrət və dərs götürüblər. Bugün mömin qardaşlarımız da zindanlarda olanlar var. Düzdür, cismi cəhətdən məhrumdular. Amma mən öz o təcrübəmi deyirəm, gözümün şahidi olmuşam, özlərini məhrum etməyiblər. Bir çox şeylərdən istifadə ediblər. Qəza namazı qılmaqda, dərs oxumaqda, Quran öyrənməkdə, hətta Quran əzbərləməkdə belə o fürsətdən istifadə ediblər. O söhbətimin əvvəlində dedim ki, bir fürsət yaranar insan üçün, o fürsəti insan əldən versə, nə olacaq? İnsan məhrum olar. İnsan nə qədər cismi cəhətdən məhrumiyyətə o yönəlsə də, insanı sıxsalar da, gərək ruhi cəhətdən azad olsun. Necə ki, imamlarımız bu cür nə idi? Həmçində İmam Hadi əleyhissalam Samirrə şəhərində o hərbi düşərgədə əskərlərin, o ordunun, qoşunun o əhatəsində yaşayırdı. Amma heç vaxt özlərini, o fürsət ki yaranmışdı, o fürsətdən gözəl istifadə edib özlərini məhrum etmədilər. Allah Taala bizləri məhrum olanlardan qərar verməsin inşallah. Amin. Allah Taala bizlərə o şəxslərdən qərar versin ki, həm özümüz mərhəmətli olaq, həm də Allah tərəfindən bizə rəhm olunmuşlardan Allah Taala bizləri qərar versin inşallah.